Salam, hər vaxtınız xeyir olsun. Maliyyə bazarları fənnində sizi salamlayıram. Bugünkü mövzumuz kredit bazarıdır və bu mövzuda biz sizinlə kredit bazarı və onun iqtisadiyyatda rolu, kredit bazarının əsas iştirakçıları və onların funksiyaları, kredit bazarının funksiyaları və müasir dövrdə kredit bazarının əsas problemləri və onların həlli haqqında söz açacağıq. Birinci sualımız kredit bazarı və onun iqtisadiyyatda rolu. Kredit bazarı müasir iqtisadiyyatın mərkəzi elementlərindən biridir və maliyyə sistemində kapital axınlarının təşkili və yönləndirilməsi funksiyasını yerinə yetirən mürəkkəb bir iqtisadi münasibətlər məcmusudur. Bu bazarda əsas məqsəd artıq vəsaiti olanlarla maliyyə resurslarına ehtiyacı olanlar arasında qarşılıqlı maraqlar əsasında maliyyə vəsaitlərinin hərəkətini təşkil etməkdir və əldə olunan yığımların real sektorun inkişafına yönəldilməsi, resursların daha səmərəli istifadəsi və son nəticə olaraq iqtisadi dinamikanın artırılması baxımından kredit bazarının oynadığı rol iqtisadiyyatda əvəzsizdir. Kredit bazarı, bazar iqtisadiyyatında pulun dəyərini, yəni ki, kreditin qiymətini müəyyən edən əsas bir məkandır. Bu bazarda formalaşan faiz dərəcələri yalnız borc münasibətlərində deyil, həm də ümumi maliyyə bazarlarında, o cümlədən də əmanətlərin cəlbi, investisiyaların planlaşdırılması, inflyasiya gözləntiləri və pul siyasətinin istiqamətləri baxımından da həlledici əhəmiyyət daşıyır. Faiz dərəcələri aşağı olduqda kredit almaq daha əlverişli olur. Bu isə borcalanların sayını artırır və bunun nəticəsində də istehlak və investisiya artımı da müşahidə edilir. Əksinə isə faizlər yüksəldikdə kreditə çıxış çətinləşir. Bu isə məcmu tələbi də zəiflətmiş olur. Beləliklə, kredit bazarının fəaliyyət mexanizmi makroiqtisadi tarazlığın qorunmasında mühüm rol oynayır. Kredit bazarı iqtisadiyyatın kapitala çıxış imkanlarını genişləndirməklə istehsal sahələrinin texnoloji yenilənməsi və rəqabət qabiliyyətinin artırılması üçün şərait yaradır. Xüsusilə də yeni və kiçik sahibkarlıq subyektləri üçün maliyyələşməyə çıxışın təmin olunması onların bazara daxil olmasını asanlaşdırır, yeni iş yerlərinin yaradılmasına və gəlir bölgüsünün daha ədalətli həyata keçirilməsinə də xidmət edir. Kredit bazarı bu mənada iqtisadi inklüzivliyin və sosial inkişafın təşviqində də dolayı rol oynayır. Kredit bazarı yalnız real sektorun deyil, həm də xidmət sahələrinin və istehlak segmentinin maliyyələşdirilməsi baxımından funksional əhəmiyyət daşıyır. Əhalinin ipoteka, avtomobil, təhsil və digər istehlak yönümlü kreditlərə çıxışı onların həyat keyfiyyətinə bilavasitə təsir edir. Bu amil xüsusilə inkişaf etməkdə olan ölkələrdə kredit bazarının sosial funksiyalarının önəmini də artırmış olur. Əgər kredit bazarı dayanıqlı və şəffaf əsaslarla işləyirsə, bu zaman həm maliyyə sisteminin sabitliyi təmin olunur, həm də əhalinin rifah səviyyəsi də yüksəlmiş olur. Kredit bazarı pulun zaman dəyərini əks etdirən bir mexanizmdir. İqtisadi subyektlər qısa müddətli və ya uzun müddətli vəsaitlərə fərqli ehtiyaclar əsasında çıxış əldə edir və bu ehtiyacların qarşılanması kredit bazarının çevikliyindən asılıdır. Misal üçün qeyd edim ki, dövlət büdcəsinin kəsirinin qapadılması üçün yerləşdirilən dövlət istiqrazları, bankların likvidlik ehtiyaclarının ödənilməsi üçün alınan interbank kreditləri və sahibkarların biznes layihələri üçün cəlb etdiyi investisiya kreditləri kredit bazarının müxtəlif istiqamətlərdə necə funksional olduğunu da nümayiş etdirir. Bu bazar eyni zamanda bazar subyektləri arasında etimadın formalaşması baxımından da mühüm rol oynayır. Kredit münasibətlərinin effektiv işləməsi üçün borcalanların maliyyə intizamı, kreditorların isə
riskləri düzgün qiymətləndirmək bacarığı vacibdir. Bu qarşılıqlı məsuliyyət kredit sisteminin davamlılığını təmin edən əsas şərtlərdəndir. Etibarlı kredit bazarı həm investorları, həm də istehlakçıları daha aktiv şəkildə bazara daxil olmağa sövq edir və nəticədə kapital dövriyyəsi daha intensiv və səmərəli olur. İkinci sualımız kredit bazarının əsas iştirakçıları və onların funksiyalarıdır. Kredit bazarında bir neçə əsas iştirakçı qrupu mövcuddur və hər birinin rolu bazarın işləkliyi baxımından da əhəmiyyətlidir. İlk olaraq kredit verənlər, yəni kreditorlar haqqında söz açaq. Bunlar maliyyə vəsaiti olan və bu vəsaiti gəlir əldə etmək məqsədi ilə borc verən tərəflərdir. Bunlara biz bankları, qeyri-bank kredit təşkilatlarını, fondlar, sığorta şirkətləri, investisiya şirkətləri və bəzən də fiziki şəxsləri aid edə bilərik. Digər iştirakçılarsa kredit alanlardır, yəni ki, borc alanlar. Maliyyə resurslarına ehtiyac duyan və bu məqsədlə kredit cəlb edən fiziki şəxslər, sahibkarlar və korporasiyalar məhz bu qrupa daxildir. Bunlar vəsaitə əsasən istehlak, biznesin genişləndirilməsi, investisiya və digər iqtisadi məqsədlər üçün istifadə edirlər. Digər iştirakçılarsa maliyyə vasitəçiləri və infrastrukturu qeyd etməliyəm. Bura banklar, kredit büroları, qiymətləndirmə agentlikləri, hüquqi müşavirlik və audit şirkətləri daxildir. Bu iştirakçılar məhz kredit münasibətlərinin daha şəffaf, təhlükəsiz və daha effektiv olmasını təmin edirlər. Digər iştirakçı qismində çıxış edən tərəf məhz dövlət və tənzimləyici orqanlardır. Bunlara biz Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər müvafiq qurumlar məhz kredit bazarının sabitliyi, faiz siyasəti, risklərin idarə olunması və qanunvericiliyin tətbiqi baxımından mühüm rol oynayırlar. Onların əsas funksiyası kredit bazarında sabit və şəffaf mühitin formalaşmasını təmin etməkdir. Kredit bazarının funksionallığı və effektivliyi onun iştirakçılarının qarşılıqlı əlaqələri və bu əlaqələrin düzgün təşkili ilə müəyyən olunur. Bazarın işləkliyi təkcə mali resurslarının mövcudluğu ilə deyil, həm də həmin resursların dövriyyəyə buraxılması, düzgün istiqamətləndirilməsi və qaytarılması ilə bağlıdır. Dövlət həmçinin kredit təminat fondları, güzəştli kredit proqramları, startapların dəstəklənməsi və kənd təsərrüfatının maliyyələşdirilməsi kimi istiqamətlərdə bazara birbaşa müdaxilə edə bilər. Və bu müdaxilə bəzən dövlət zəmanətli kreditlər, bəzən də faiz subsidiyaları vasitəsilə həyata keçirilir. Tənzimləyici funksiyalar həmçinin bazarda fırıldaqçılıq, kredit manipulyasiyası və qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmasına da yönəlmişdir. Bütün bu iştirakçıların qarşılıqlı fəaliyyəti kredit bazarının funksionallığını təmin edir. Kredit münasibətlərinin şəffaf, balanslaşdırılmış və etibarlı mühitdə qurulması həm vətəndaşların, həm biznesin, həm də ümumilikdə iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayır. Növbəti sualımız kredit bazarının funksiyalarıdır. Kredit bazarının iqtisadi sistemdə yerinə yetirdiyi funksiyalar onun struktur və məzmun baxımından kompleks bir institut olduğunu da nümayiş etdirir. Bu bazarın funksiyaları yalnız maliyyə alətləri ilə məhdudlaşmır. Həm də makroiqtisadi sabitlik, sosial rifah və biznes mühitinin inkişafı ilə birbaşa əlaqəlidir. Kredit bazarının ən mühüm funksiyalarından biri məhz resursların yenidən bölüşdürülməsi funksiyasıdır. İqtisadi sistemdə müxtəlif subyektlər fərqli resurs mövqelərinə malikdirlər. Bəziləri artıq maliyyə vəsaiti toplayıb investisiya etməyə çalışır, digərləri isə investisiya ideyasına və layihəyə malik olsa da maliyyə mənbəyinə ehtiyac duyur. Kredit bazarı bu iki tərəf arasında körpü rolunu oynayır və bununla da maliyyə resurslarının səmərəli istifadəsini təmin edir.
Digər vacib funksiyalardan biri də likvidlik təminatı funksiyasıdır. Kredit bazarı iştirakçılara tez bir zamanda maliyyə vəsaiti əldə etməyə və yaxud da artıq resurslarını gəlir gətirən sahələrə yönəltməyə imkan verir. Bu çeviklik bazarda maliyyə axınlarının fasiləsiz və çevik şəkildə idarə olunmasına səbəb olur. Banklar və digər kredit təşkilatları müştərilərin likvidlik ehtiyaclarını qarşılamaqla həm cari öhdəliklərin yerinə yetirilməsinə şərait yaradır, həm də bazarın özünün dayanıqlı və fasiləsiz fəaliyyətini təmin edir. Kredit bazarının fəaliyyətində faiz dərəcələrinin formalaşması funksiyası da mərkəzi yer tutur. Faiz dərəcələri bazarda formalaşan tələb ilə təklifin qarşılıqlı təsiri nəticəsində müəyyən olunur və bu göstəricilər iqtisadiyyatın pul kredit siyasətinə, inflyasiya səviyyəsinə, valyuta bazarına və ümumilikdə maliyyə sabitliyinə də birbaşa təsir göstərir. Faiz dərəcəsinin səviyyəsi borcalananların kredit alma qərarlarına, investorlara təqdim olunan gəlirlilik imkanlarına, həmçinin də bankların riskləri qiymətləndirmə siyasətinə də təsir göstərir. Kredit bazarının sosial funksiyası isə xüsusilə geniş və çoxplanlı təsirlərə malikdir. Əhalinin mənzil əldə etməsi üçün ipoteka kreditləri, təhsil imkanlarına çıxışı üçün təhsil kreditləri, gündəlik tələbatların ödənilməsi üçün istehlak kreditləri sosial rifahın yaxşılaşdırılmasında mühüm alətlərə çevrilir. Və bu funksiyanın effektivliyi iqtisadi inklüzivliyin təmin olunmasında və gəlir bölgüsündə ədalətin qorunmasında vacib rol oynayır. Və sonuncu sualımız müasir dövrdə kredit bazarının əsas problemləri və onların həlli. Müasir dövrdə kredit bazarının qarşılaşdığı problemlər qlobal iqtisadi proseslərin təsiri, texnoloji dəyişikliklər, geosiyasi qeyri-müəyyənliklər və sosial-iqtisadi faktorların birləşməsi nəticəsində daha mürəkkəb və çoxşaxəli xarakter almışdır. Və kredit bazarı kapitalın dövriyyəsini təmin edən əsas maliyyə alətlərindən biri olduğu üçün onun üzləşdiyi problemlər yalnız maliyyə sektorunu deyil, həm də real sektoru, dövlət büdcəsini, əhalinin rifahını və ümumilikdə makroiqtisadi sabitliyi təsir altına alır. Borc alanların maliyyə savadlılığının artırılması uzun müddətli perspektivdə kredit bazarının sağlam inkişafı üçün zəruri şərtlərdən biridir. Maliyyə savadsızlığı səbəbindən bir çox borc alanların kredit şərtlərini düzgün qiymətləndirmədən öhdəliklərə daxil olur. Bu isə həm fərdi iflas hallarına, həm də sistemli risklərin artmasına səbəb olur. Bu problemin qarşısını almaq üçün dövlət və qeyri-hökumət təşkilatları tərəfindən maliyyə maarifləndirmə proqramlarının həyata keçirilməsi geniş yayılmışdır. Və bu tədbirlər kredit bazarının çevikliyini, dayanıqlığını və inklüzivliyini artırmağa yönəlib və onların effektiv həyata keçirilməsi müasir iqtisadi çağırışlara uyğun kredit sisteminin qurulmasında həlledici rol oynayır. Və mövzunu yekunlaşdıraraq bir sitat da sizə çatdırmaq istəyirəm. Kredit bazarı bugünkü ehtiyacları sabahın vədləri ilə maliyyələşdirmə sənətidir. Bugünkü mövzumuz yekunlaşdı. Növbəti görüşlərədək.